Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi dəyişik bir videola gəldim qarşınıza. Heç bir yerdə görmədiyiniz, dadını belə bilmədiyiniz çox faydalı qanqal turşusu ilə gəldim qarşınıza. Buyurun, izləyin. İlk öncə nə edirəm? Qanqalın qabığını soyuram. Qanqalın qabığı tikanlı olduğu üçün yığarkən, soyarkən ehtiyatlı olmaq lazımdır. Bildiyimiz kimi qanqal bitkisi yabanı bir bitkidir. Əkin sahələrində, bağlarda, bir çox yerlərdə bitən bir bitkidir. Yabanı bitki olmağına baxmayaraq çox faydalı bir bitkidir. Qaraciyərin dərmanıdır deyərdim hətta. Mənə də rayondan gəlib, düşündüm ki, bundan nə hazırlayım? Turşu etmək qərarına gəldim. Düzdür, bunun turşusunu heç yerdə görməmişəm. Sadəcə düşündüm ki, bundan turşu hazırlayım. Əgər dadı yaxşı alınarsa, sizlərlə də paylaşaram. Sizlərə də yenilik olar. İnanın ki, çox dadlı, ləzzətli bir turşu alındı və sizlərlə də paylaşdım. Nə edirəm? Bankamıza qara toxum istiot, bir diş sarımsaq və bir çox turşularımın olmazsa olmazı nanə əlavə edib, qanqalı doğrayaraq bankaya yığıram. Bildiyimiz kimi, hal-hazırdakı aylarda qanqalın əsl yeyilən vaxtıdır. Yəni, aprel-mart aylarında yeyilir qanqal. Sonra quruyur, toxumluyur. Düzdür, bunun toxumunun da faydaları çoxdur. Amma hal-hazırda bunun yeyilən vaxtıdır. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Bildiyimiz kimi səhifəmdə bir çox turşular paylaşmışam. Meyvələrdən, tərəvəzlərdən, bitkilərdən. Bu da yeni bir turşu növüm oldu. İnanın ki, sevdiyim turşuların siyahısını artırdım bunu da. Çünki çox dadlı, ləzzətli, sevdiyim bir turşu oldu. Yəni ilk olaraq mən hazırladım bunu, çünki mən bunu başqa yerdə görməmişəm. Əgər siz bunu görmüsünüzsə, bunu mənə yorumlarda yazın, mənə də çox maraqlıdır. Qanqal bitkisini bir çoxları adi ot kimi tanıyır, amma bunun nə qədər faydalı olduğunu bilən yoxdur. Çox faydalı bir bitkidir. Dedim ki, bunun turşusunu hazırlayım. Əgər dadı yaxşı olsa, özüm də xoşum gəlsə, bunu sizlər üçün paylaşacağam. İnanın ki, çox dadlı, ləzzətli bir turşu alındı həqiqətən də. Bu cürə səliqəli yığdım bankaya. Siz istədiyiniz formada yığa bilərsiniz. İkinci bankaya da eyni qayda ilə sarımsaq, qara toxum istiot, nanə əlavə edib, sonra da qanqalı əlavə edirəm. İki banka çıxdı məndə, gördüyünüz kimi. Hərəsinə yenə də bir dənə nanə əlavə edirəm. Və bir diş sarımsağı yenə 2 yerə bölüb əlavə edirəm. Siz sarımsağı istəsəz əlavə etməyə də bilərsiniz, zövqə bağlıdır. Və hər bankaya 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz əlavə edirəm. Və hər bankaya balaca armud stəkanında alma sirkəsi əlavə edirəm. Alma sirkəsini də özüm hazırlamışam. Bunun da nə qədər faydalı olduğunu bilirsiniz. Və hər bankaya qaynanmış qaynar su əlavə edirəm. Və qapaqlarını bağlayıb bunu qarışdırıram. Sirkəsi, duzu, şəkəri qarışsın bir-birinə deyə bu formada edirəm. Və bunu 4 gün saxlayıb 4 gündən sonra bunun dadına baxıram. İnanın ki, çox dadlı, ləzzətli bir turşu alındı. Bunu bu formada qarışdırıb qoyuram kənara.
Artıq 4 gün keçdi. Gördüyünüz kimi rəngi də dəyişilib. Turşumuz artıq hazırdır. Bu da bizim faydalı turşumuz hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.